Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzya Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından mətnli test işləyəcəyik. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək mətnimizə. Ən varlı insan. Vüqar 3 uşaqlı bir ailənin ən kiçiyidir. Həmişə qardaşının köhnə paltarlarını geyinirdi. Qardaşının köhnə kitablarını və çantasını istifadə edirdi. Bu hal Vüqarın heç xoşuna gəlmirdi. Anasına çoxlu sual verirdi. Ana, biz kasıbıq, deyirdi. Anası isə hər zaman deyirdi ki, oğlum, bizdən də pis vəziyyətdə olan insanlar var. Vüqar bir dəfə bu sualı atasına verdi. Atası Vüqarın qucağına aldı. Oğlum, varlı olmaq istəyirsən? Atası soruşdu. Vüqar başını hə cavabı olaraq yellədi. Atası dedi, bir gözünə 5 milyon, bir ayağına 4 milyon pul versən, bu orqanlarını mənə verərsən? Vüqar gözlərini açaraq xeyir dedi. Atası dedi, gördün, sən əslində çox varlısan. Vüqar o an dünyanın ən varlı xəzinəsinə sahib olduğunu başa düşdü. İndi isə keçəyin testlərimizə baxaq uşaqlar. Vüqarın xoşuna gəlməyən hal nə idi? Əlbəttə ki, nə idi uşaqlar? Qardaşının köhnə əşyalarını istifadə etmək. Cavabımız olur C bəndi. Baxaq ikinci sualımıza. Vüqar kimin sözündən sonra varlı olduğunu başa düşdü. Əlbəttə ki, atasını. Cavabımız olur A bəndi. Baxırıq üçüncü sualımıza. Vüqarın xəzinəsi nədən ibarət idi? Orqanlarından. Baxırıq C bəndimizdir. İndi isə baxaq dördüncü sualımıza. Vüqarın qardaşının hansı əşyalarından istifadə etdiyini yazın. Baxırıq uşaqlar, hansı əşyalarından istifadə edirdi? Köhnə paltarlarından, köhnə kitablar və çantasından istifadə edirdi. Baxırıq 5-ci suala. Vüqarın xəzinəsinə bir neçə orqanı da siz əlavə edin. Burada nə deyir atası? Göz, ayaq. Nə etmək olar? Ürək, əl, qulaq, burun, ayaqlar, əllər, qollar və s. bütün sağlam orqanlar. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.